Həzrəti İmam-ı Musa ibn Cəfər əleyhissalamın bərəkətli və səadətli viladət günün bu cümə namazında qeyd edirik və bu bərəkətli, səadətli viladət münasibəti ilə Həzrəti Bəqiyyətillahil Əzəm İmam-ı Zəmanə Cəlallah Teala Fərəcəhu Şərifin məhsəri şərifinə və siz möhtərəm möminlərə təbrik ərz edirəm və Allahdan istəyirəm ki, dünya və axirət bizi İmam-ı Kazım əleyhissalamdan ayrı salmasın. Həzrətin adı Musa, ləqəbi Kazimdir. Kazim, Kəzim, Quran buyurur vəl kaziminəl qeyz, qeyzi, qəzəbi udmaq mənasındadır. İnsan qəzəbin, qeyzin uda bilər. Bu məsələdə İmam-ı Kazım əleyhissalam nümunədir. Hətta əhl-i sünnət alimləri, Şafii kimi, Xətib Bəğdadi kimi alimlər belə İmam-ı Kazım əleyhissalamı vəsf ediblər. Ki, yazırlar ki, İmam-ı Kazım əleyhissalam düşmənlərin gözəl əxlaqı ilə utandırardı. Xətib Bəğdadi Tarixi Bəğdad kitabında yazır. İmam-ı Kazım əleyhissalam öz düşmənlərinə gözəl əxlaqla cavab verərdi. Husn-u xolqla, səbir, dözüm, onlardan bir nümunəsini ərz edim. İmam-ı Kazım əleyhissalamın dövründə ikinci xəlifənin nəvələrindən biri Həzrəti çox incidirdi. Təhqir edirdi, tohin edirdi. Hətta İmam-ı Kazım əleyhissalamın səhabələri istədilər o adama təzyiq göstərələr, o adamı vuralar. İmam icazə vermədi. Həzrət buyurdu, heç kəsin haqqı yoxdur ki, onu vursun. Bir il bu adam ki, əkinçiliklə məşğul idi, əkinə əkdi, məhsul olmadı. Taxıl səpdi, hər hansı bir şeylə, əkinlə ki, məhsulu gərə əldə eləyəydi, məhsul olmadı. Həzrət miniyi ilə gəldi, daxil oldu bunun tarlasına. Bu adam da əyləşib. Gördü Musa ibn Cəfər əleyhissalam, daxil oldu mini ilə bunun tarlasına. Yenə başladı təhqir eləməyə, söyməyə. Həzrət gəldi, yaxınlaşdı. Düşdü yerə miniyindən, səlam verdi, əhvalını soruşdu. Dedi ki, bu tarlaya nə qədər xərc qoymusan? Adam ərz elədi ki, 100 dinar. Nə qədər istəyirdin götürəsən? 200 dinar. Həzrət buyurdu, demək, sərmayə və xeyrün 300 dinar. Dedi, bəli. Həzrət mübarək əlini saldı cibinə. 300 dinarlıq bir qızıl kisə verdi bu adama. Kimə? O adama ki, illər idi Həzrəti təhqir edirdi, tohin edirdi. İkinci xəlifənin nəvələrindən idi bu adam. Həmin axşam Həzrət ki, Məscid-ün Nəbidə əyləşmişdi, bu adam gəldi. Gəldi, daxil oldu məscidə, səlam eylədi. Və orada bir ayə oxudu. Ayənin tərcüməsini mən deyim ki, Allah Quranda buyurur. Allah yaxşı bilir ki, harda qərar versin risalətin. Və ərz elədi ki, siz həqiqətən də ləyaqətli insanlarsınız. Tarix yazır ki, İmam-ı Kazım əleyhissalamın pul kisələri məşhur idi. Surar-ı Musa ibn Cəfər deyirdilər. Əhl-i sünnət kitabları yazır. Həzrət çox səxi və kərim bir insan olubdu. Həzrətin pul kisələri məşhur olubdu. Ona deyərmişlər Surar-ı Musa ibn Cəfər.
100 dinarlıq, 200 dinarlıq, 300 dinarlıq qızıl pullar Həzrət verərdi insanlara. Və elə bir qızıl kisələr idi ki, kimə verirdisə, o adam dirçəlirdi, artıq kasıb olmurdu, müflis olmurdu.